Salam, hər vaxtınız xeyir. Əvvəl onu deyim ki, balansımda 59 qəpik pul var idi. Mən də sifariş götürmüşəm Xətaydan Maçdağa. Obşum nəysə 10.30-dan 7.70 nağd ödənişdi. 2 manat 60 qəpik kompensasiyadır. Buradan da 2 manat 18 qəpik Baltın komissiyasıdır. 30 qəpik də rezerv haqqıdır. İndi bilmirik bu rezerv haqqın bot nəyə tutur, kimə tutur, nəyi rezerv edib başım çıxmır. İndi biz 2.60-dan bot bizə kompensasiya ilə baxır. 2.60 bizim balansımızdadır. Mənim də balansımda 59 qəpik pul var. 2.60-dan 2 manat 18 qəpik boltun komissiyasını çıxırıq. 30 qəpik də rezerv haqqını çıxırıq. Qalır 12 qəpik. İndi qanuna görə 12 qəpik bizim balansımıza gəlməlidir. Mən də balansımdan baxıram ki, 59 qəpikdən bolt 19 qəpik çıxıb qalıb 40 qəpik. İndi onu da videonun ardına qoyacağım, baxarsınız. İndi dəstək xidmətinə yazaq görə indi bizə nə şablon cavab verəcək.